Naxçıvanda taxıl qalmaqalı böyüyür. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin sabiq səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin tapşırığı ilə Dövlət Ehtiyatları Agentliyinin balansında olan ambarlarda saxlanılan dövlət vəsaiti hesabına alınan 6 milyon 500 min manat dəyərində 10 min tondan çox ərzaqlıq buğda satılıb. Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda cinayət işi başlanılıb. Naxçıvan Taxıl Məhsulları Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Şakir Tarverdiyev həbs edilib. Şakir Tarverdiyevə Cinayət Məcəlləsinin 179.4-cü mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə və 308.2-ci vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda maddələri ilə ittiham elan edilib və barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilib. TNS TV-nin Naxçıvandakı mənbələrinin məlumatına görə bu iş üzrə Muxtar Respublikanın yüksək vəzifəli şəxslərinin izahatı alınıb. Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov və səlahiyyətli nümayəndənin müavini Samir Seyid Əhmədli taxıl ehtiyatlarının satılması tapşırığının Fuad Nəcəfli tərəfindən verildiyini etiraf ediblər. Taxıl satılarkən Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini olub və bu sahəyə nəzarət edib. Bəxtiyar Məmmədovun və Samir Seyid Əhmədlinin etirafı onları məsuliyyətdən azad edirmi? Vəkil Sadiq Əfəndiyev həmin şəxslərin də məsuliyyət daşıdığını bildirir. Rəhbər şəxsin göstərişi ilə cinayət əməlinin törədilməsi cinayət törədən şəxsi cinayət məsuliyyətindən azad etmir. Mən rəhbərin göstərişi ilə bu cinayəti törətmişəm kimi ifadələr müdafiə arqumenti ola bilər. Lakin bu şəkildə özünü müdafiə o zaman hüquqi əhəmiyyət kəsb edə bilər ki, şəxsin cinayəti məhz rəhbərin maddi və sair təzyiqləri, xidməti asılılıq nəticəsində törətməsi istintaq zamanı sübut olunsun. Yaxud cinayəti törədən şəxs rəhbər də daxil olmaqla cinayətin digər iştirakçılarının adlarını göstərərək cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etsin. Bu hallar mövcud olduğu halda həmin şəxs məsuliyyətdən azad olunmasa da cəzası yüngülləşdirilə bilər. Sözsüz ki, adları çəkilən şəxslərin cinayət əməlinin törədilməsində iştirakı, əlbirliyi sübut edilərsə, onlar da eyni qaydada cinayət məsuliyyətinə cəlb ediləcəklər. Bu məsələdə bütün oxlar Fuad Nəcəflini göstərir. İzahatı alınan və dindirilən şəxslər sabiq səlahiyyətli nümayəndənin adını çəkir. Mötəbər mənbənin sözlərinə görə Fuad Nəcəfli istintaqa cəlb edilib. Onun həbsinə hazırlıq gedir.